Ata, şükür olsun sənə, izzət olsun sənə ya Rəbb. Necə ki sən ata bu müqəddəs yazılarda hər bir şeyi incə-incə ya Rəbb, aydın şəkildə açdın və açıqladın. Kəlamında söylədin və dedin ki, getdiyiniz yerlərdə səmavi padşahlıq yaxınlaşıb deyə vəz edin. Sən buradan bizə göstərirsən ki, biz vəz edək, insanlara sənin sözünü çatdıraq. Və sən göstərirsən ki, həqiqi azadlığı biz onlara dayanmadan deyə bilək İsa Məsih ismi ilə. Sən deyirsən, ya Rəbb, xəstələrə şəfa verin. Həqiqi ata, şəfa xəstəxanalarda deyil, həqiqi şəfa səndədir. Sənin şəfan ölüləri dirildir, ya Rəbb. Uzanlıları pak edir, ya Rəbb. Cinləri çıxarır, ya Rəbb. Necə ki sən bizə göstərdin, müftə aldınız, eləcə müftə də verin. Ya Rəbb, qoy hər bir bacı qardaşım bu gün ayağa qalxsın, sənin sözünü vəz etmək üçün, xəstələrə şəfa vermək üçün, ölüləri diriltmək üçün, düzamları pak etmək üçün, cinləri çıxartmaq üçün. Bəlkə onların yaxınlarında elə bir cinə tutulmuş birisi var ki, ya Rəbb, qoy o bacı qardaşın dili açılsın, sənin sözünə sadiq qalsın və sənin sözünü o insana çatdırsın ki, ya Rəbb, o insan sağala bilsin. Sən göylərdən yer üzünə indin və yer üzərində öz missiyanı yerinə yetirdin və gedəcəyini də bilirdin, ya Rəbb, çarmıxa çəkiləcəyini də bilirdin. Və ona görə də sən şagirdlərə dönə-dönə sən tapşırıq verirdin, təlim verirdin. Xəstələri onların yanında sağaldırdın, onların bərəkətini artırırdın. Olmayan yox yerdən xeyir-dua tökürdün, ya Rəbb. Göylərin qapılarını açırdın və sən onları yedizdirirdin. Sən kəlamında deyirsən ki, ya Rəbb deyə çağırırsınız, amma dediklərimi əməl etmirsiniz. Həqiqətən də, ya Rəbb, bu övladlar ki, yer üzərində sən seçdin, sevdin. Ya Rəbb, bizi dünyadan ayırdın və bizə yenə də göstərirsən. Ya Rəbb deyirsiniz, ancaq sözümə əməl etmirsiniz. Dediklərimi heç belə başa düşmürsünüz. Həqiqətən, sənin yanıma gələn, sözlərini eşidib onlara əməl edənlərdir. Ata, sən ya Rəbb demək deyil, sən verdiyin bütün tapşırıqlara bizim yerinə yetirməmizi istəyirsən və istəyirsən ki, biz yaxşı bir təməlin üzərində, daşqına, selə dayanan bir övlad olaq bu yer üzərində, İsa'nın ismi ilə. Dünyada çox vəziyyətlər olacaq, ancaq bu vəziyyətlərdə biz uçulanlardan deyil, biz qırılıb sökülənlərdən deyil, biz daimi təməli səndə olan övladlar ola bilər. Şagirdlər hər zaman müəllimləri tərəfindən sevilə bilər və sevilməyə də bilər. Eləcə sən bizim müəllimimizsən, ya Rəbb. Və müəllim öz şagirdini yaxşı əməllərini görmək istəyir. Müsbət vəziyyətini görmək istəyir. Tənbəl görmək istəmir. Qoy bu yer üzərində də biz eyni şəkildə tənbəl, qırıcı bir şagird olmayaq. Qoy daimi sənə layiqli şəkildə övladlar olaq. Və sən bizi tərifləyəsən. Sən bizə ən yaxşı qiyməti verəsən. Və sən bizdə bizi, özünü bizdə gördüyənə görə sən şadlanasan, sevinəsən. Mənim övladlarım həqiqətən də bunlardır. Hansı ki sözlərimə əməl edirlər. Hansı ki onlar heç bir daşqına, heç bir doluya rast gəlməyəcəklər. Halleluya, şükürlər olsun, ya Rəbb. Sən dönə-dönə bizə göstərirsən. Göstərirsən ki, necə ki sən gəzirdin, sən dayanmırdın. Eləcə bugün eyni şəkildə biz bu yer üzərində dayananlardan deyil, ya Rəbb, gəzib sənin sözünü insanlara çatdıranlardan olmalıyıq. Biz evimizdə isti divanlarda deyil, biz isti havalarda, ya Rəbb, sənin müjdəni verib, soyuq havalarda sənin sözünü daşıyanlardan olmalıyıq, ya Rəbb.
Ya Rəbb, sən gəzirdin, sinagoglarda öyrədirdin. Çünki sən öyrətməsəydin biz hardan biləcəkdik? Sən öyrətdin və biz bu gün o sözləri sənin tərəfindən ala bildik, ya Rəbb. Sən deyirdin, səmavi padşahlıq müjdəsini vəz edin. Səmavi padşahlıq ata bizim dilimizlə hər tərəfə yayılması lazım. Və biz ata qoy oturanlardan deyil, daimi sənin sözünü daşıyanlardan olaq. Sən gedirdin, hər cür naxoşluğa şəfa verirdin. Bu şəfa o gün nə idisə bu gün də eynidir. Heç dəyişmir. Bu gün eyni şeyi biz də edə bilərik, sənin etdiklərini. Çünki sən görürdün, məhsul çoxdur, işçilər isə azdır. Və o zaman sən şagirdlərini seçdin. Və sonra dönə-dönə şagirdlər seçdin. Və bu gün də ata bizi yer üzərində, ya Rəbb, çağırdın ki, biz həqiqətən bu məhsulu yığa bilək. İşçilər çoxalsın, məhsul yerdə qalmasın. Məhsul daşın, kəssəyin, yağışın qarşısında məhv olub getməsin. Ata, sənə şükür olsun, sənə izzət olsun. Sənin xəbərin bütün hər yeri bürüyürdü, ya Rəbb. Hər cür xəstəlikdə olanlar sənin yanına gəlirdilər. Bugün insanlar xəstəxanalara gedir, həkimlərə çatmaq üçün, analizlər vermək üçün. Ancaq sən o zaman ata, o qədər möcüzələr göstərirdin ki, insanlar xəstələri götürüb sənin yanına gəlirdilər. Və bugün eyni şəkildə bu yer üzərində bunları edə bilən övladlar olmalıyıq. Dua edib sənin qarşıma gətirirəm. Hər bir bacı qardaşlarımı, necə ki sən hər cür xəstəlikdən, istirab çəkənlərə, cinlərə tutulanlara, epileklərə, iflislərə yardım edirdin, şəfa verirdin. Eləcə bugün eyni şəkildə biz də onu bacaran övladlarıq. Necə ki sən onlara şəfa verirdin. Ya Rəbb, bütün bölgələri gəzirdin. Heç bir bölgəni qoymurdun. Və sonda sən dedin ki, gedin. Yer üzünün hər bir tərəfinə bu səmavi padşahlığı hər tərəfdə söyləyin. Sən insana ayrım qoymursan. Baxmırsan ki, insan kimdir. Baxmırsan, çünki yaratdığın insan sənin üçün eynidir. Şərqdə, qərbdə, şimalda, cənubda olmasına baxmayaraq, harda yaşamasına baxmayaraq, onlar sənin tərəfindən yaradılmış övladlardır, ya Rəbb. Sən Yerusəlimdən Yahudiyə belə gedirdin. İordan çayının o tərəfindən bu tərəfinə keçirdin və izdihamı görürdün. O izdiham ki, insanların o qədər ehtiyacı var idi. Və o izdiham sənin arxanca gəlirdi, şəfa almaq üçün. Ya Rəbb, sən dayanmadan şəfa verirdin. Ancaq məhsulun çoxluğunu görürdün, işçilərin isə azlığını görürdün. Və sən dönə-dönə bu işçilər üçün dua edirdin. Və bugün eyni şəkildə, ya Rəbb, bu yer üzərində insanlar xəstəxanalara, həkimlərə möhtac qalmasın, ya Rəbb. Qoy həqiqi səmavi padşahlıq, necə ki bir zamanlar sən yer üzərində olduğun zaman eyni şəkildə bugün də davam edə bilər. Etsin deyə dua edirəm İsa'nın ismi ilə. Necə ki sən şagirdlərini seçdin, onlara natəmiz ruhlar üzərində səlahiyyət verdin, ya Rəbb. Səlahiyyət verdin ki, o natəmiz ruhları insanlardan qovsunlar. Hər cür xəstəliyə, hər cür naxoşluğa şəfa versinlər. Eyni şəkildə bugün xəstəliyin fərqi yoxdur necədir, ağrı və yüngülü. Fərq odur ki, biz həqiqi bir imanla, sənin sözünü imanla götürüb insanlara çatdıra bilək. Ya Rəbb, necə ki ata, gecəsinə, gündüzünə baxmayaraq, sənin yanına insanlar xəstələrini götürüb gətirirdilər. Pis ruhlardan azadlıq üçün gətirirdilər. Xəstələrin hamısına sən şəfa verirdin. Ya Rəbb, kəlamında, sözündə o qədər sən güclə, qüdrətlə bizə öyrədirsən ki, qoy bu təlim bütün bacı qardaşlarımın həyatını tamamilə bürüsün. Nə qədər böyük bir izdihamı sən ata şəfalandırırdın. Çorlar, şəslər, topallar, lallar, hər biri şəfa alırdı.
Hər bir xəstə sənin ayaqların altında dayanırdı və sən onlara şəfa verirdin. Yer üzərində sən 100% insan idin və 100% insan olaraq sən də yorulurdun ya Rəbb. Ancaq ona baxmayaraq ki, insanların vəziyyətini görüb sən dayanmadan işləyirdin ya Rəbb. Dayanmadan pis ruhları insanlardan çıxardırdın. Necə ki, kəlamında deyirsən ki, o bədəni çarmıxa çəkilərək bizim günahlarımıza görə bütün günahlarımızı üzərinə götürdün. Bədənin çarmıxa çəkildi. Günahlarımız sənin üzərində idi. Biz günaha münasibətdə öldük. Salihlik üçün, yaşamaq üçün. Salihlik isə sənin sözünü daşımaqdır. Sənin sözünü insanlara çatdırmaqdır. Biz sənin yaralarınla şəfa tapdıq. Hamımız qoyun kimi yolumuza azmışdıq. İndi isə canımızın çobanına, nəzarətçisinə tərəf döndük. Şükürlər olsun. Minnətdarıq biz sənə ya Rəbb. Ya Rəbb, nə qədər insan gəlirdisə, onları sözlə, ruhları sən onlardan çıxardırdın. Bugün, ata, biz o sözlə, sənin müqəddəs adınla, insanlardan olan o pis ruhları çıxartmaq gücünə malikik. Qoy hər bir kəs özündə olan bu səlahiyyətdən istifadə etsin. Qoy heç bir kəs dayanmasın. Yer üzərində ata, hər bir kəs bu missiyasını yerinə yetirə bilsin. Həqiqətən necə ki, kəlamda deyilir, xəstəliklərimizi sən çəkdin. Naxoşluğumuzu öz üzərinə götürdün ya Rəbb. Minnətdarıq biz sənə. Minnətdarıq biz sənə ata. Ancaq qoy tənbəl, zəif, övladları olmayaq. Çalışqan, sənin qarşında, daimi sevilən, seçilən övladlar olaq. Töhmətli övladlar olmayaq ya Rəbb. O qədər ata çarəsiz insanlar var ki, o qədər taqətsiz insanlar var ki, necə ki sənin rəhmin gəlirdi bir zamanlar onlara. Çobansız qoyunları görürdün ya Rəbb. Taqətsizlikləri görürdün ya Rəbb. Məhsulun nə qədər çoxluğunu görürdün və sən işçilərə baxırdın və deyirdin işçilər çox azdır. Qoy ata bugün biz məhsulun sahibinə yalvara bilək və deyə bilək ya Rəbb. Məhsulu yığmaq üçün işçilər göndər. Qoy biz həqiqi bir işçilər ola bilək. Ya Rəbb, minnətdarıq sənə. Minnətdarıq sənə. Halleluya. Rəbb, sənə minnətdarlıq bildiririk hər vəziyyət üçün. Ya Rəbb, şəfa verən Rəbbimiz. Qoy hər bir evə, hər bir ailəyə Allahın padşahlığı yaxınlaşsın. Göydə və yer üzərində bütün səlahiyyət necə ki sən dedin mənə verilmişdir. Gedin, bütün millətləri mənim şagirdim edin. Bütün millətləri dedin ya Rəbb. Sən heç bir şeyə baxmadan, heç bir ayrım etmədən, ata. Ya Rəbb dedin gedin ata, oğul, müqəddəs ruh adı ilə vəftiz edin. Nə əmr etdimsə dedin ya Rəbb. Rayət etməyi onlara öyrədin. Sən nə əmr etdinsə onlara rayət etməsək, biz heç bir vəziyyəti idarə edə bilmərik. Heç bir vaxt xəstələrə şəfa belə verə bilmərik. Biz çünki sənə layiqli övlad olmalıyıq. Öyrətməliyik bir-birimizə təmiz, müqəddəs olmağı. Çünki sən dövrün sonuna qədər hər gün bizimlə olmağa söz verdin. Necə ki sən bizə elə bir ya Rəbb dəyər verdin ki, sən dedin ki, Yəhya hansı ki bir qadından doğuldu. Üstün birisidir bütün peyğəmbərlər arasında. Ancaq səmavi padşahlıqda ən kiçik olan ondan üstündür. Sən bu cür gözəl, bizə böyük bir dəyər verdin. Qoy hər bir kəs bu dəyərin sahibkarı ola bilsin. İsa Məsihin ismi ilə, İsa'nın diri adıyla. Sənin gücün, sənin qüdrətin. Qoy göylərdən axın axsın. İsa Məsihin ismi ilə. Amin.